Kişilərdə belə xüsusiyyət var. Qadınları onluq şkalada qiymətləndirməyə çalışırlar. Sanki kainatın bütün mürəkkəbliyi, kimyanın, psixologiyanın, təsadüflərin, xasiyyətin bütün qırışları bir kalkulyatora sığır. Sanki qadın insan deyil, bu üsyankar səslənir, amma yenə də deyim, beynəlxalq reyting cədvəli falandır sanki qadın. Amma məsələ bununla da bitmir. Bu qəlibləşmə epoxası kişilərdə siyasətə də sirayət edir. Birazdan çıxıb deyəcəklər ki, Fransa xarici siyasətdə 7.2 aldı, amma xarici görünüşü 6.4 idi. Burada da Morgenthau'nun dövlətlərarası siyasət əsəri yadıma düşür. Orada o deyir ki, bu siyasətdə elədir ki, şahmatdakı piyonlar necə ki hissizdir, o da elə. Yəni sadəcə rasionallıqla hərəkət edirlər və mən fərqinə varıram ki, bu düşüncə, bu qəlibləşdirmə forması hər şeydə belədir. Gördüyüm kimi bu siyasətin ölkədən qadına fərqi yoxdur. Amma orada bir paradoks da var. Dövlətlər necə bir-birindən fərqlidir və öngörülməzdirsə, biz də bir-birimizdən fərqli və qəlibə sığmayan insanlarıq. Əgər məni və mənim timsalımda bütün qadınları 10 üstündən şkalada qiymətləndirmək istəyən varsa buyursun. Amma əvvəl dünya siyasətində onluq sistemi salmaq mümkün olsun. Əvvəl gedib Rusiya-Ukrayna münasibətlərinin məsələn 8.5 gərginlik olaraq qiymətləndirsinlər ya da ki ABŞ-dan Çin arasındakı rəqabətə 7.1 şkalası altında dəyərləndirsinlər. Sonra gəlib desinlər ki, sən 10 üzərindən bu qədər gözəlsən və s.